Salam, əziz dostlar. Bugün son ayların ən kədərli xəbərlərindən birini araşdırırıq. Gəncədən başlayan uçuş heç vaxt mənzil başına çatmadı. 20 şəhid. Türkiyə və Azərbaycan şokdadır. Əsas sual budur, bu nəhəng hərbi təyyarə niyə qəzaya uğradı? Gəlin səfərin detallarına baxaq. Təyyarə C-130 Herkules növlü idi. Azərbaycanın Gəncə hərbi hava bazasından havaya qalxmışdı və Türkiyənin Merzifon şəhərinə gedirdi. Amma Gürcüstan səmasında tam olaraq harada qəzaya uğradı? Təyyarədə kimlər var idi? Onların hamısı önəmli hərbi heyət idi. Sosial mediada çoxlu şayələr var, amma faktlar nə deyir? Qəzanın səbəbi nə ola bilər? Texniki nasazlıq idi, pis hava şəraiti, yoxsa hansısa təxribat ehtimalı var. Türkiyə, Gürcüstan və Azərbaycanın mütəxəssisləri qara qutunu araşdırırlar. Bu araşdırmalar nə qədər çəkəcək və ilk ipuçları nədir? Bu, sadəcə texniki xəbər deyil, Türkiyə-Azərbaycan qardaşlığı üçün böyük bir faciədir. İlham Əliyevin Ərdoğana dərhal başsağlığı verməsi və Bakıda digər şəhərlərdə geniş xalq kütləsinin reaksiyasını işıqlandırırıq. Bu faciə Azərbaycan xalqı üçün niyə bu qədər vacibdir? Bu faciədə 20 əskər və komandan həyatını itirdi. Onlar kimlər idi? Bu ixtisaslı hərbi heyətin itirilməsi Türkiyənin hərbi gücünə necə təsir edəcək? Biz bu şəhidlərin xatirəsini ehtiramla yad edirik. Bu, bölgəmizi bürüyən faciənin sadəcə bir hissəsi idi. Sizin fikriniz nədir? Düşünürsünüz ki, qəzanın səbəbi texniki nasazlıq idi, yoxsa başqa bir səbəb var? Fikirlərinizi rəylərdə yazın.